Mərhəmətli və rəhimli Allahın adıyla. Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Əli radiyallahu anhu bu ayənin təfsirində demişdir: hər bir valideyn övladını Quran və sünnə ilə tərbiyə etməlidir. Təəssüflər olsun ki, son zamanlar tez-tez yeniyetmələrin cinayətlər törətdiyinin şahidi oluruq. Hörmətli valideynlər, son dərəcə diqqətli olmalıyıq. Övladlarınızı qoruyun pis dostlardan. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm demişdir: kişi dostunun dinindədir və hər kəs kiminlə dostluq etdiyinə diqqət etsin, diqqətli olaq. Lazım gələrsə, onlar dost seçmədən öncə siz onlar üçün müsəlman dostlar seçin. Övladlarınızı qoruyun onlayn oyunlardan, hansı ki, uşaqların psixologiyasına mənfi təsir göstərir, şiddəti və qətilləri təbliğ edir. Peyğəmbərimiz müsəlman kişilərinə xitab edərək belə buyurur: sizin hər biriniz başçısınız və əlinizin altında olanlardan soruşacaqsınız. Quran və sünnə ilə tərbiyə olunan bir gənc əlinə bıçaq alıb kimisə öldürməz və ya əlinə silah alıb insanları güllələməz. Vallahi, belə müsəlmançılıq olmur. Uca Rəbbimiz Maidə surəsi 32-ci ayədə belə buyurur: kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Övladlarınıza tez-tez nəsihətlər edin. Uca Rəbbimiz xəbər verir ki, Loğman əleyhissalam oğluna demişdir: oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə.